Salam, hər vaxtınız xeyirli olsun. Coğrafiya dim test toplusu suallara qaldığımız yerdən davam edirik. Sual 91. Sxemdə verilən A və B məntəqələrində il ərzində günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı 60 dərəcədir. Bu məntəqələr arasındakı məsafənin böyük miqyaslı qlobus üzərində neçə santimetr olduğunu hesablayın. Deməli, minimum düşmə bucağının düsturuna əsasən 90 dərəcə çıxılsın Y, yəni məntəqənin coğrafi enliyi minus 23,5 dərəcə bərabərdir. Nə qədərdir minimum düşmə bucağı? 60 dərəcə. Yazırıq 60 dərəcə. Buradan biz Y-ni tapacağıq. Deməli 66,5 dərəcə minus Y bərabərdir 60. Y də bərabər olacaq 6,5 dərəcəyə. Deməli, A və B-ni tapdıq ki, 6,5 dərəcəli enliklərdə yerləşirlər və hər ikisi də fərqli yarımkürə olduğu üçün dərəcələri toplayacaq. Yəni 6,5 üzərinə 6,5 bərabərdir 13 dərəcə və 1 dərəcə də 111 kilometrə bərabər olduğu üçün 13 dərəcəni vuracaq 111 kilometrə da bərabərdir, olacaq 1443 kilometr. Və biz bilirik ki, böyük miqyaslı qlobusun miqyası nə qədərdir? 1 bölünsün 30 milyon. Yazaq onu bura. Miqyasımız bəllidir, həqiqi məsafəmiz bəllidir. Biz artıq qlobus üzərində neçə santimetr olduğunu hesablaya bilərik bu məsafənin. Bunun üçün nə edəcəyik? 1443 böləcəyik, miqyasdan 5 sıfır ataq, 300 bərabərdir 4,81. Cavaba baxırıq, 91-in doğru cavabı C variantıdır. Sual 92. 22 iyunda şimal yarımkürəsində enliklər üzrə 1. Günəş şüalarının günorta vaxtı düşmə bucağı, 2. Qütb ulduzunun görünmə bucağı. Biz bilirik ki, qütb ulduzu yalnız şimal yarımkürəsində yerləşən məntəqələrdə görsənir və həmin enliklərin dərəcə qiymətinə bərabər olur. Yəni 10 dərəcəlik şimal enli dairəsində qütb ulduzu 10 dərəcə bucaq altında görsənir. 20 dərəcə şimal enli dairəsində 20 dərəcə bucaq altında, 30 dərəcə şimal enli dairəsində 30 dərəcə bucaq altında. Yəni məntəqə hansı en dairəsində yerləşirsə, qütb ulduzu deməli həmin en dairəsinin qiymətinə bərabər olacaq görünmə bucağı. İndi gəlin baxaq. A variantına baxaq. İkinci qütb ulduzu idi. Qütb ulduzunun görünmə bucağı idi. Baxırıq 10 dərəcəli enlikdə 10 dərəcə bucaq altında görsənir. 20 dərəcəli enlikdə 20 dərəcə. Sonra baxsaq elə hər birində deməli doğrudur. 90 dərəcə enlikdə görsənir. Bircə dəqiqə. 90 dərəcə enlikdə görsənir 90 dərəcə bucaq altında. Yəni düzdür. Qütb ulduzunun görünmə bucağı düzdür. B-yə baxırıq. B-də deyir ikinci idi də. Qütb ulduzunun görünmə bucağı 10 dərəcədə 50 dərəcədir. Xeyr, deməli bu səhvdir. B variantı çıxdı sıradan. C-yə baxaq. İkinci yenə qütb ulduzunun görünmə bucağıdır. Gəlin baxaq. 10 dərəcədə deyir 90 dərəcə bucağında görsənir. Deməli bu da səhvdir. C-də çıxdı sıradan. D-yə baxaq. Deməli D-də baxaq görək 10 dərəcədə deyir ki 80 dərəcə bucaq altında görsənir qütb ulduzu. Təbii ki D-də çıxdı sıradan. Y-yə baxırıq. Y-də yenə 10 dərəcədə 10 göstərir. 30-da 30. 60-da 60. Deməli, indi ya Y-dir cavab, ya da A. İndi biz günəş şüalarının günorta vaxtı düşmə bucağına əsasən doğru cavabı tapacaq. Deməli, biz bilirik ki, 22 iyunda şimal yarımkürəsində günəş zenitdə olur, şimal tropikində. Və buna görə də şimal tropikində və ona yaxın yerləşən enliklərdə günəş şüalarının düşmə bucağı çox olur. İndi gəlin baxaq.
Deməli 10 dərəcəli enlikdə nə qədər düşür? 70 ilə 80 arası bir yerdədir. Bəli, 20 dərəcəlik enlikdə artıq maksimuma yaxındır. Niyə? Çünki 23,5 dərəcəlik enlikdə zenitdədir Günəş. Deməli elə A variantı doğru cavabdır. Y variantı səhvdir. Gəlin baxaq görək Y variantında səhv olan nədir? Baxaq, 20 dərəcəli enlikdə Y variantında deyir ki, günəş şüalarının düşmə bucağı 70 dərəcədir. Xeyr, bu ola bilməz. Biz bayaq dedik, 23,5 dərəcə şimal enliyinə günəş şüalarının düşmə bucağı 90 dərəcə olmalıdır və ona yaxın yerləşən enliklərdə də, yəni 80, 80-dən böyükdür. Ona görə bu səhv cavabdır. Deməli 92-nin doğru cavabı A variantıdır. Sual 93. Qrafikdə il ərzində günorta vaxtı şaquli dirəyin yaratdığı kölgənin uzunluqları verilmişdir. Bu qrafik sxemdə verilən məntəqələrdən hansına aid edilə bilər? Baxırıq, deməli 22 iyunda kölgənin uzunluğu ən uzun vaxtı olub. Əgər bu 22 iyunda ən uzun olubsa, deməli məntəqə cənub yarımkürəsində yerləşir. Şimal yarımkürəsində yerləşə bilməz. Deməli, baxaq görək, kölgənin uzunluğu 23 sentyabrla 22 dekabr arasında bir yerdə 0-a bərabər olub. Biz də bilirik ki, günəşdən uzaqlaşdıqca kölgənin uzunluğu artır, günəşə yaxınlaşdıqca qısalır və günəş əgər zenit vəziyyətindədirsə, yəni 90 dərəcə bucaq altında düşürsə, kölgə 0-a bərabər olur. Yəni günəş bu məntəqədən keçib. Burada zenitdə olub 20 sentyabrla 22 dekabr arasında və sonra yenə kölgənin uzunluğu biraz uzunlamağa başlayıb. Sonra təzədən yenə və 22 dekabrdan sonra yenə kölgənin uzunluğu 0-a bərabər olub. Deməli məntəqə yerləşir. Baxsaq, ikinci məntəqədir. Bu məntəqədə 23 sentyabrla 22 dekabr arasında günəş zenitdə olarkən kölgənin uzunluğu 0-a bərabər olub və günəş cənuba doğru getdikcə cənub tropikində zenitdə olur 22 dekabrda və sonra geri qayıdarkən yenə ikinci məntəqədən keçir və buna görə də kölgə 0-a bərabər olur. Yəni bu sadəcə ikinci məntəqədir. Doğru variant 93-də B variantıdır. Sual 94. Günəş 10 dərəcə şimal enliyində zenitdə olarkən, şimal qütb işıqlanma qurşağında qütb gündüzlərinin müşahidə olunmadığı məntəqələr. Bunun üçün biz nə edəcəyik? 90-dan 10-u çıxacaq, biləcək ki, hansı en dairələrində günəş, daha doğrusu qütb gündüzləri müşahidə oluna bilər, hansı enliklərdə oluna bilməz. Deməli 90-dan 10-u çıxanda edir 80 dərəcə. Deməli qütb gündüzləri şimal qütb işıqlanma qurşağında, yəni 66,5 dərəcə şimal enliyindən yuxarıda yerləşən enlikləri nəzərdə tutur. Təbii ki, 80 dərəcədən yuxarı enliklərdə olur qütb gündüzləri, əgər günəş 10 dərəcə şimal enliyində zenitdə olarsa. Bunu necə tapdıq? 90-dan biz 10-u çıxdıq, o elə tapdıq. İndi gəlin baxaq məntəqələrə. RZT ola bilməz, çünki bizə nə deyir? Deyir ki, şimal qütb işıqlanma qurşağı. Bu mülayim işıqlanma qurşağıdır. Yəni bu üç məntəqə mülayim işıqlanma qurşağında yerləşir və bu məntəqələrdə heç vaxt qütb gündüzləri müşahidə olunmur. Yəni bizə ancaq deyir ki, şimal qütb işıqlanma qurşağında olsun. Şimal qütb işıqlanma qurşağında da M və F məntəqələri 80 dərəcəli enlikdən aşağıda yerləşdiyi üçün həmin məntəqələrdə qütb gündüzləri müşahidə olunmur. Yalnız 80-dən yuxarıda yerləşən məntəqələrdə qütb gündüzləri müşahidə oluna bilər. Deməli, bizim cavabımız olacaq M və F nöqtələri, yəni 94-ün doğru cavabı Y variantıdır. Sual 95. Qütb ulduzunun 60 dərəcə bucaq altında göründüyü məntəqə ilə 21 martda günəş şüalarının günorta vaxtı
20 dərəcə bucaq altında düşdüyü şimal enliyi arasındakı ən qısa məsafə 1/20 milyon miqyaslı xəritədə neçə santimetr olar? Biz bayaq dedik, qütb ulduzunun görünmə bucağı məntəqənin yerləşdiyi coğrafi enliyin bucağına bərabərdir. Şimal yarımkürəsində təbii ki. Ona görə əgər qütb ulduzu 60 dərəcə bucaq altında görünürsə, məntəqənin coğrafi enliyi olacaq 60 dərəcə şimal enliyi və 21 martda Günəş ekvatorda zenitdə olur və Günəş şüalarının günorta vaxtı 20 dərəcə bucaq altında düşdüyü şimal enliyi də olacaq 90 çıxılsın 20, yəni 70 dərəcə. Yəni 70 dərəcə şimal enliyinə Günəş ekvatorda zenitdə olarkən 20 dərəcəlik bucaq altında düşür. Digər məntəqədə oldu 70 dərəcəlik şimalin dairəsi. İndi bizə deyir ki, həmin enliklər arasındakı ən qısa məsafə. Bunun üçün nə edəcəyik? Təbii ki, 70-dən çıxacaq 60-ı, tapacaq 10 dərəcə fərq var. Və 10 dərəcəni də vuracaq 111-ə. Niyə? Çünki 1 dərəcə 111 kilometrə bərabərdir meridian üzərində. 1110 kilometr olacaq. Miqyası bilirik, həqiqi məsafəni bilirik. Artıq biz xəritədəki məsafəni də tapa bilərik. 1110-u böləcəyik 200-ə bərabərdir 5,55. Cavaba baxırıq. 95-in doğru cavabı Y variantıdır. Sual 96. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, 1. Günəş şüaları günorta vaxtı ekvatora 66,5 dərəcə bucaq altında düşür. Bu, hər ikisinə aiddir. Həm yay gündönümündə, həm qış gündönümündə Günəş şüaları ekvatora 66,5 dərəcə bucaq altında düşür. Yəni, qoyun burada yazaq 2, 3. Deməli, 1 aiddir 3-ə. Sonra, şimal qütb dairəsində qütb gündüzüdür yay gündönümündə. Yay gündönümdə bəli, qütb gündüzü olur. Deməli, 2 aid olacaq 1-ə. 3 şimal qütb dairəsində qütb gecəsidir qış gündönümündə. Deməli, 3 aid olacaq 2-yə. Bakıda gündüzlər gecədən qısadır. Təbii ki, qışda olur. Gündüzlər gecədən qısa olur. Ona görə 4-ü aid edəcəyik qış gündönümünə. Ekvatorda gecə və gündüzün uzunluğu bərabərdir. Hər iki gündönümündə ekvatorda gecə və gündüzün uzunluğu bərabər olur. 5 aiddir deməli 3-ə. Ümumiyyətlə, ekvatorda gecə və gündüzün uzunluğu həmişə bir-birinə bərabərdir. Yəni, fərqi yoxdur Günəş hansı enlikdə zenitdədir. 6-ya baxırıq. Londonda gündüzlər gecədən uzundursa, deməli, bu yay gündönümüdür. 6 aiddir 1-ə. İndi 1-ə 2-yə 6, 2-yə 3, 4, 3-ə 1, 5. 96-nın doğru cavabı C variantıdır. Sual 97. Daxili planetlərə aid olmayan əsas əlamətlər. Daxili planetlər hansılar idi? Merkuri, Venera, Yer, Mars, yəni Günəşə yaxın olan planetlər, yer tipli planetlər. İndi gəlin baxaq görək, bizdən aid olmayan əlamətləri soruşur. 1. Sıxlığı böyükdür ifadəsi doğrudur. Biz doğru olmayan fikirləri götürəcəyik. Nəhəng ölçülərə malikdir ifadəsi doğru deyil. Ona görə götürəcəyik. Niyə? Çünki daxili planetlər kiçik ölçülərə malikdir. 3. Daha az günəş istiliyi alırlar ifadəsi də aid olmayan cəhətdir. Niyə? Çünki günəşə yaxın yerləşdikləri üçün daha az yox, daha çox günəş istiliyi alırlar. 4. Ölçüləri kiçikdir, doğrudur. Ona görə götürmürük. 5. Günəşə daha yaxındırlar ifadəsi də həmçinin doğrudur. 6. Əsasən helium və hidrogendən təşkil olunublar ifadəsi təbii ki, doğru olmayan ifadədir. 97-nin doğru cavabları 2, 3, 6. Sual 98. Daxili planetlərə aid olan əlamətlər. Bu səfər aid olanları soruşur. 1. Sıxlıqları böyükdür, bəli, aiddir. Nəhəng ölçülərə malikdirlər, xeyr.
3. Əsasən helium və hidrogendən təşkil olunublar. Xeyr. Ölçüləri kiçikdir. Bəli. Günəşdən daha çox istilik alırlar. Bəli. Orta sıxlıqları aşağıdır. Yenə doğru olmayan ifadədir. 98-in doğru cavabları 1, 4, 5. Sual 99. Ekvatora xas olan əlamətlər. 1. İldə bir dəfə qütb gündüzü müşahidə edilir ifadəsi yanlışdır. Çünki ekvatorda heç vaxt qütb gündüzü müşahidə edilə bilməz. 2. Şimal tropik xətti ilə arasındakı ən qısa məsafə 2608,5 kilometrdir ifadəsi doğrudur. Bunu necə tapdıq? Deməli, dərəcə fərqinə əsasən ekvatorla şimal tropik xətti arasında 23,5 dərəcə fərq var və biz meridian üzrə hərəkət etdiyimiz üçün 23,5-i vururuq 111 kilometrə və tapırıq ki, cavabı 2608,5 kilometrdir məsafə. Deməli, 2 doğrudur. 3. İl boyu üzərində günəş zenitdə olur ifadəsi təbii ki, yanlışdır. Çünki ekvatorda ildə 2 dəfə günəş zenitdə olur, 21 martda və 23 sentyabrda. 4. Meridianlarla düz buzaq altında kəsişir. Bəli. Fəsillərin növbələşməsi aydın nəzərə çarpır ifadəsi yenə yanlışdır. Çünki ekvatorda fəsil yoxdur ümumiyyətlə. Hər gün eyni hava şəraiti təkrar olunur. Sual 6. Daha doğrusu 6-cı cavaba baxırıq. Coğrafi enliklər ekvatordan başlayaraq hesablanır ifadəsi də doğrudur. Deməli 2, 4, 6 bizim doğru cavablarımızdır 99-un cavabında. Sual 100 bu videonun sonuncu sualıdır. Xəritə sxemə əsasən payız gecə-gündüz bərabərliyi günündə günəş şüalarının daha böyük buzaq altında düşdüyü məntəqələri müəyyən edin. Gəlin baxaq. Payız gecə-gündüz bərabərliyi günündə bildiyimiz kimi günəş ekvatorda zenitdə olur. Buna görə ekvatorda yerləşən məntəqələri seçəcəyik. Yəni 1, 4, 6 doğru cavabımızdır. Həmin məntəqələrə günəş şüalarının düşmə bucağı böyük olacaq. 1, 4, 6. Belə, bu videoluq bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmayı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.